Salam əməkdaş dostlar, bazar haqqında danışmaq istəyirəm. Videomu mütləq şəkildə like eləyin və öz kommentlərinizi təbii ki yazarsınız. Gəlin baxaq görək vəziyyət nə yerdədir. Ümumiyyətlə hal-hazırda bazar hal-hazırda belə deyək də bir növ əriyir. Hal-hazırda Bitcoin artıq belə deyək də 100 mindən aşağı düşməyə yaxınlaşır. Düşəcəkmi, düşməyəcəkmi bunu zaman göstərəcək, amma mən düşünürəm ki, artıq bazar yetərincə belə deyək də yorulub və müəyyən qədər belə deyək də bazarda boşalma olmalıdır ki, artıq belə deyək də o lonqları hansılar ki belə deyək də likvidasiya nöqtələri çox aşağıdır, həmin nöqtələri vurmaq mütləq şəkildə lazımdır. Çünki başqa variant yoxdur bazarın qalxmağına və altcoinlərdə də vəziyyət çox pisdir. Düşünürəm ki, Bitcoin hələ də əriməyə davam edəcək. Dalca təbii ki, altcoinlər də aparacaq. Altcoinlər üzrə də vəziyyət çox bərbaddır. Solana ümumiyyətcə ən belə deyək də xod gedən, yəni top 10-luqda ən babat udar görən Solanadır, hansı ki 161 dollardır və 7 günlük qrafikdə 20% aşağı düşüb Solana, yəni son 24 saatda isə 8%-dən aşağı düşüb və Solana ən babat udar görənlərdən biridir. Tron həmçinin düşüşdədir. Əvvəl bilirdiniz, bazarda qalxış düşüş olanda Tronun çox tələbəcin olmurdu, amma hal-hazırda bugünkü gündə Tron artıq əriməyə başlayır və normal haldır. Çünki USDD deyilən bir stablecoin var, hansının ki belə deyək də heç kimə lazım olmadığına görə artıq azalınır, yəni sayı azalınır, yandırılır. Daha doğrusu həmin hansı tronlar ki stake olunmuşdu bunu mint eləmək üçün o tronlar belə deyək də geri qaytarılır. Hal-hazırda 415 milyon supply var USDD-də. Amma bu daha öncə 1 milyarda uca çatmağa az qalmışdı və təbii ki hər bir USDD-nin də belə deyək də çap edilməsi üçün mən qədər Tron stake olunmalı idi. Ona görə də Tron şiddətlə qalxdı. 35-36 sentəcən qalxdı, 34 sentəcən. İndi isə başlayıb artıq öləziməyə. Çünki USDD stablecoin kimə lazımdır? Bu boyda normal stablecoinlər olduğu yerdə. USDD DAI kimi mərkəziyyətsiz bir stablecoin olacaq. Dogecoin də həmçinin öz ab-havasındadır. Gördüyünüz kimi başlayır aşağı düşməyə. Cardano həmçinin görürsünüz həftəlik 19%. Hyperliquid bilirsiniz bu dəhşətli dərəcədə hype yeyən, hələ hype coindir, yəni coinin özü də hype'dir. Blockchain babat hype idi, 50 neçə dollarcan qalxdı. Amma belə baxanda hype yeməyinə baxmayaraq, yəni hələ ki yaxşı qalıb deyərdim. Yəni mən bu coini hətta deyərdim ki, bir 10 dollar azda kimi gözləyirəm. Çünki almayacağam, amma düşünürəm ki, yəni düşmə şansı var. Hələ ki hype ölməyib, ona görə də tam olaraq bazarda hələ ki hamı hələ ki gözləyir ki, geri dönüş ola bilər. Düzdür, mən hal-hazırda fiat da gözləyirəm. Düşünürəm ki, hal-hazırda ən təhlükəsiz elə USDT-dir. Mən bilirsiniz futures trading eləmirəm. Hal-hazırda zaten əsasən futures trading eləyən adamlar müəyyən qədər qazanc əldə edə bilər. Onlar təbii ki short pozisiya açıbsa əgər. BNB valyutası da görürsünüz, mən də dünənə kimi baxırdım ki, nə yaxşı BNB 1000 dolların üstündə qalıb, amma bu gün BNB 1000 dollarlıq pozisiyasını itirdi. Özü çox sürətlə itirdi. Baxın görürsünüz, çox sürətlə itirdi 1000 dollardakı pozisiyasını. Hal-hazırda 9.48-lərdə, baxın 9.50-lərdə qərarlaşıb. Düşünürəm ki, 900-də hələ itirə biləcək. Çünki görürsünüz, dəhşətli dərəcədə pozisiya itirə gəlir. Bu bazarda heç yaxşı bir siqnal deyil. Və daha öncə də bilirsiniz, burada belə bir pump dump sxemi oldu. Hansı ki, mən burada bir dənə hansısa bir valyutanı açaq, bir çox valyutaların üzərindən bunu biz belə deyək də bir növ görə bilirik. Yəni, bu artıq belə deyək, bazardan çıxmaq üçün siqnallardan biri kimi dəyərləndirəm. Hansı ki, oldu bu yaxınlarda. İndi Solana üzərindən bu görünmür olmağına. Amma müəyyən coinlər var ki, məsəl üçün Sui-ni götürək. Bu coinlər üzərindən baxın belə bir iynə görürük biz 60 sentəcən Sui məsəl üçün. Və bu həqiqətən də mənim üçün bu böyük bir siqnal oldu ki, yəni artıq çıx fiyatda gözlə. Yəni də deyirəm, mən deyirəm, bütün hallarda yatırım məsləhəti deyil. Siz ola bilər ki, fiyata çıxarsınız sabah Sui və sabah bazar dəhşət dərəcədə qalxa bilər. Bu təbii ki, sizə xeyir tuta bilməyəcək orada. Amma mən özüm, yəni öz fikrimi deyirəm ki, mən hal-hazırda satıb aradan çıxmışam kimi. Yəni düzdür, buralarda da satmışam. Sui-dən getmir söhbət. Amma bir çox coinlərimi məsəl üçün artıq məndə əldə bir şey yoxdur. Ethereum-da məsəl üçün ola bilər 10 dollar hansısa cüzdanda qalar, 15 dollar hansısa cüzdanda qalar, amma məsəl üçün tutaq ki 100 dollar, 200 dollar, 300 dollarlıq pozisiya artıq, yəni belə deyək də hodl eləmirəm. Hardasa 4000 dollar və üstündə mən çıxmışam. Hətta ən yaxşı pozisiyalarımı 4900 dollarda çıxmışam və düşünürdüm ki, artıq bəs eləyir məncə və kriptovalyuta artıq yorulub. Mənə gəlir ki, biraz da düşüş lazımdır. Nə dərəcədə güclü bir düşüş ola bilər, ona baxaq. Baxın, daha öncə biz Bitcoin-in daha öncəki hərəkətlərinə baxsaq, düzdür, burada baxın, belə-belə hərəkətlər var. Haradakı, baxın, birinci pilləkən, ikinci pilləkən, hal-hazırda üçüncü pilləkəndəyik. Düşüşlər olub, düzdür, amma ondan sonra qayıdıb və daha yuxarı qalxıb. Bu dəfə bu olacaqmı, olmayacaqmı, bunu bilmək olmaz. Amma Bitcoin 100 mini buraxsa, düşünürəm ki, 90 minlərə gəlib düşsə,
bu artıq böyük bir kolossal bir problem yarada bilər. Kolossal bir belə deyək də üzü aşağı apara bilər. Yəni bir növ gedə bilər balansı necə ki baxın daha öncəki bir kriptovalyuta daha öncəki hərəkətlərində baxın eləmişdi daha öncə burada. Düşünürəm ki eləyə bilər. Amma Bitcoin-in hal-hazırda, yəni 100.000 üzərində qalması təhlükə kimi görünmür. Amma təhlükə çox yaxındır. Yəni 90.000-ə nə qalıb ki 99.000, 90.000-ə heç nə qalmayıb və təhlükə kimi qalır. Amma yenə də deyirəm 100.000-dən yuxarı hələ ki təhlükə yoxdur. Buradan geri qayıdıb müəyyən qədər belə deyək də pump yeyə bilərik və yaxud burada biraz da oynaşıb, yəni qayıtmaq yalandan da belə deyək bir növ güya qayıtdı kimi eləyib daha sonra aşağı dump yeyə bilərik. Bazar yenə də deyirəm həddindən artıq çox şişirdilib, dəhşətli dərəcədə şişirdilib. Bunu mən hətta qızılın qiymətinə də baxıb deyə bilərəm ki, dəhşətli dərəcədə şişirdilib. Bilmirəm, burada məndə qızıl var. Mən qızılın kripto variantını götürəcəm. Siz istəsəz təbii ki, belə stok bazarda da baxa bilərsiniz. Dəhşətli dərəcədə qızılda şişmə var. Bu dolların zəifləməsi deməkdir və mən düşünürəm ki, Amerika bununla nəsə eləməlidir və qızılda da bir müddət düşüş olmalıdır. Zaten qızıl çöksə əgər Bitcoin artıq onun dalınca 100% gedəcək. Amma yəni özünüz də baxın ki, bazar hansı dərəcədə, yəni baxın 2024-cü ilin baxın əvvəlindən götürsək qızıl $2000-dur. Qızıl indi 2x eləyib. Qızılın 2x eləməyi çox böyük bir şeydir. Çünki qızılda artıq böyük belə deyək də pullar dövr eləyir, böyük valyutalar fırlanır. Ona görə də mən düşünürəm ki, baxın, bazar aşağı getmə şansı daha çoxdur. Aşağı getmə şansından da əlavə, belə deyək də, qısaca desək, aşağı getməyə yeri çoxdur. Yəni bu haracan aşağı olacaq bilmirəm. Bəlkə də 60.000-əcən gələcək, bəlkə də 50.000-əcən, bəlkə də 30.000-lərəcən gələcək. Onu bilmək olmaz, dəqiq demək olmaz. Amma Bitcoin 100.000-i buraxandan sonra altcoinlərin bildiyin başını bıraq getsin. Altcoinlər həqiqətən də çox bərbad vəziyyətə düşəcək. Altcoinlər bir çoxu bəlkə də market capdan itəcək, yəni elə bir vəziyyətə gələcək ki, ümumiyyətlə top 100-dən də çıxacaq və ancaq güclü belə deyək də real proyekti olan altcoinlər qala bilər. Məsəl üçün Sui ola bilər ki, yaşasın, bu müharibədən sağ çıxsın. Cardano ola bilər ki, bu müharibədən sağ çıxsın və yaxud digər. Zcash düzdür qalxır, Zcash'dir, Dash'dır. Bunların qalxması artıq hype'dır. Heç bir texnologiya gizlənmir dallarında. Sadəcə olaraq hype'dır. Baxın, Dash artıq $128. Halbuki nə bilim, yəni bir il zat bundan qabağa baxsaq əgər biz görə bilərik ki, yəni $30, hətta 30-dan da aşağı olan vaxtları var idi. Baxın, $20 və yaxud burada hətta baxın yəni nəyi var sürüşüb düşmüşdür. Bunlar hype'dır artıq. Çünki bu coinlərdə belə deyək də holder az olduğuna görə, bu coinlərin ümumiyyətlə birjalarda sayı az olduğuna görə manipulyasiya eləmək rahatdır. Zcash və Dash kimi coinlərdə rahatdır. Baxın, Litecoin-lə eyni şeyi eləyə bilmədilər. Çünki Litecoin daha çox yayılıb ona görə. Amma Zcash, Dash artıq ümid itmiş coinlər idi ki, hasılar ki, bugünkü gündə pump edilir. Hətta dekret var burada. Baxın, DCR var, dekret var, artıq $42. Dəhşətli dərəcədə manipulyasiya gedir burada. Baxın, $65-acan. Yəni bu coinlər heç bir texnologiya kəsb eləmir özündən. Sadəcə olaraq adi bir coindir. Yəni saytın məsəl üçün bu niyə açılmadı bilmirəm. Saytı var mı? Bilmirəm. Hə, var. Saytı işləyir. Amma yəni hansısa bir blockchain zad yoxdur. Sadə blockchainlərdə adi, yəni sayı bax bu qədərdir. Sayı da az olduğuna görə də manipulyasiya eləmək asandır. Emissiyası hal-hazırda 4%-dir. Bu da Bitcoin kimi mining olunur. Və mənə gəlir ki, burada belə bir oyun düzəldiblər ki, artıq belə deyək də bazarı tam dibinə qədər vursunlar. Sonuncu o inamı da itirsinlər. Baxın, yəni hətta videonu biz çəkə-çəkə də görürük ki, Bitcoin yavaş-yavaş aşağı gedir. Burada W Ethereum var idi. Baxın görürsünüz. Burada mən daha öncə publikasiya eləmişdim ki, baxın 400 neçədən düşdü. Ethereum-u təsəvvür eləyin ki, $600 Ethereum almaq olurdu. Düz hardasa oktyabrın 1 ay bundan qabaq $600 Ethereum, $500 Ethereum almaq olur, təsəvvür eləyin. Amma halbuki Ethereum qiyməti o qədər deyil. Bəli, belə bir burada qırğın olduğu və düşünürəm ki, bu da təbii ki, W Ethereum və bu W Ethereum Binance-ın bir növ belə deyək də stake olunmuş Ethereum-dur. WBETH, bax belə bir şey gedir. Rapid Beacon Ethereum. Kim ki Ethereum-larını verib və burada Binance birjası çox ciddi ziyan gördü. Çünki kompensasiya elədi və mən düşünürəm ki, Binance birjası o verdiyi kompensasiyanı təbii ki, öz cibindən hardan çıxardığı o boyda pulu bazarda babat çöküş yaşatmalıdır. Bazarı babat dağıtmalıdırlar, babat mələlməlidirlər ki, belə deyək də o xərclədikləri pulu qaytarsınlar. BNSol idi, həmçinin baxın, görürsünüz, baxın burada qiymətə baxın, bax belə bir düşüş eləmişdi BNSol. Və bu pullar qayıtmalıdır Binance-a. Binance kimi birjalar və yaxud ümumiyyətlə birjalar heç vaxt öz ciblərindən nəsə yedizdirmirlər. Ona görə də baxın, diqqətli olun hal-hazırda tradingdən.
pozisiya açmaqlarla diqqətli olun. Mən indiki vaxtda əgər siz short long məsəl futureslə məşğulsunuzsa, long pozisiyaya mən girişməzdim. Çox sərt Bitcoin üzrə baxın burada. Çox sərt oyun gedir burada Bitcoin üzrə. Long pozisiyaya girişməzdim. Shortda da bəlkə nəsə eləmək olar, amma ümumən futures məsləhət görməzdim. Bütün hallarda ehtiyatlı olun, ehtiyatınızı saxlayın. Yüngül pozisiyalar açmaq olar, məsələn 1 dollar, 2 dollar, 3 dollar belə oynamaq olar, amma yenə də deyirəm, böyük məbləğ hal-hazırda bazarda çox böyük bir risk daşıya bilər və siz həmin məbləği itirə də bilərsiniz. Ona görə də çox dərinliyinə getməyin. Dash-dir və yaxud Zcash-dir, bunlar hələ də qalxa bilər. Dash hələ də qalxa bilər, mümkündür. Çünki manipulyasiya gedir, 2 milyard artıq, baxın burada kapitalizasiya, volum var, 1.8 milyard kapitalizasiya var. Yəni düşünün ki, bir coin-in 1.8 milyard kapitalizasiyası var, kapitalizasiyası, amma 2.4 milyard volum var. Bu çoxdur. Yəni təsəvvür edin ki, bütün daş coinlər bu gün alındı, satıldı kimi bir şey, amma mümkün deyil. Ona görə də ehtiyatlı olun bu pump-dump sxemalardan. Daha öncə görürsünüz Dash 1400-dən pump eləmişdi. Bu dəfə inanmıram. Bəlkə 200-300 arası gedər, bəlkə. Amma yenə də ehtiyatınızı saxlayın. Dəhşətli dərəcədə pump gedir, dəhşətli dərəcədə oyun gedir. Mən bütün hallarda ehtiyatımı saxlayardım və sizə də məsləhət görürəm. Bu qədər dostlar, videomu bəyəndinizsə mütləq like eləyin. Öz fikirlərinizi də videonun altına yaza bilərsiniz ki, mən də ona uyğun olaraq maraqlı videolar çəkə bilim. Sağ olun, gəlin görüşərək.